Deməli, e, bu günlər sizlərlə Python Paycham'ın necə işlədiyini göstərəcəyəm. İlk öncə Paycham'a giririk. Bu arada kanala like atmayı və abunə olmayı unutmayın. Deməli, Paycham'ımız açılır yavaşdan. Biz də Paycham'da necə fayl açılır, nə edilir, onu göstərəcəm. Siz də burada 3.13 Python yükləməlisiniz. Onu da göstərim necə yüklənir. Onu yükləməsəz, yəni Paycham interpretator olur. O olmadıqda yəni run eləmək olmur. Paycham'ımız açılsın. Deməli, Paycham'ımız açıldı. Belə açılır. Counter zəifdir deyə açılır. Paycham'ımız açıldı. Burada necə fayl açıram, bunlar necə açıldığını göstərir. Burada sağ bizi bir yer açılır. Burada new'un üzerinde ve burada açılır. Burada Python faylının üzerine gəlib sol düyməni bir dəfə basırıq. Və burada bizdən ad istəyir. Biz də məsələn bunun adını istədik. Belə qoydum. Enter'ə basırıq. Belə. Burada layer'ım var. Əgər bu sizdə burada olmasa, bura gəlib bu 3 nöqtəyə basaraq basırıq və run var. Burada layer. Məndə bura basandan sonra bura gəldi. Bunun üzərinə bir dəfə vururuq. Belə bir lesson gəlir, yəni dərs gəlir. Bunların hamısını bir-bir eləməlisiniz. Mən ölçəm deyə belə 0-0 göstərir. Amma bir dəfə bunu eləyərəm videosunu çəkərəm. İndi sizə bir şey göstərim. Google'ya giririk. Google'a giririk. Girsin. Google'ya girdi və bizi burada belə bir yer qarşıladı. Burada Python 13'ü Dovland yazırıq. Dovland yazırıq. Və bizi burada belə bir yer qarşılayır. Biz burada gəlib bu Python Rails Python 3.13 yüklüyürük. Yəni bunun fərqi yoxdur. 0 olsun, 1 olsun, 2 olsun, 3 olsun, 4 olsun. Bunun fərqi yoxdur. Əsas o ki 3.13 olsun.
yüklənir. Mən bunu yükləmişəm deyə burada bir daha yükləməyəcəm. Sadəcə sizə göstərmək istədim. Yəni Picramı interpretoru orada eləmək olar. İnterpretoru qoymaq olar. İndi onu da göstərərəm. Dəqiqə. Hə, açıldı. Burada 3.13 oldu düzdə. Hə. İndi ən üstə veririk. Burada Dovlands yazılıb. Bu Dovlandsda bu 3.12'ye vururuq. Deməli indi biz buna vururuq. Bu bizi bir yerə götürmür. Niyə? Hə, gördüm. Deməli, ona basdıqdan sonra bu yüklənir, bura düşür. Mən 2 kere bastım, kompüter zəifdir deyə belə donur. Belə yüklənir. Və burada bu neydi? Welcome yazırıq. Python ile yükləmək üçün. Burada welcome to Python org-a giririk. Bu geçsin. Burada id ilə yazırıq və burada gələnlərdən birini yükləyirik. İstədiyinizi yükləyə bilərsiniz. Bunu yükləməyim. Buradan istədiyinizi yükləyə bilərsiniz. Videomuz bura qədər. Xahiş olunur, kanala abunə olmağı unutmayın və like atmayı unutmayın.